Azad qardaşımız meydandadır, yenə də çəkiliş edir. Evimiz yolun kənarındadır. Əsas yoldan ikinci həyətdir, əziz izləyicilərimiz. Azad da görür, mənə gündə neçə dənə zəng gəlir ki, yol kənarı ev. Zəng edirlər, deyirlər mənə, bu ev yolun kənarındadır, bu ev yolun kənarındadır. Baxın, mən sizə yol kənarı 3 otaqlı, həm evin, həm torpağın kupçası ilə bir dənə ev çıxarmışam. Maşdağada, mərkəzdə 4 yol adlanan ərazidir. Evimiz 9 daşın üstündə kürsüdədir. Həyətinə bir dənə, 2 dənə maşın rahat daxil olur. Paket kupsadır. Qoşadaşla, betonla, kəmərlə necə lazımdır inşa olunan evdə. Evimizin hündürlüyü 3.20-dən çoxdur, yəni. Gəlib özünüz də görə bilərsiniz. Azad indibar çəkəcək siz üçün mətbəxi. Mətbəximiz də olduqca geniş, işıqlı. Bütün otaqlarımız işıqlıdır, genişdir. Qonaq otağımızdır. Qonaq otağımız da genişdir. 7-nin 4-ə qonaq otağımızın ölçüləridir. 7 metr uzunluğudur, 4 metr də enidir. Bura bizim bir valideyn otağımızdır. Genişdir ya, otaqlarımız çox genişdir, süperdir. Bu da bizim hamam otağımızdır. İsti döşəmə ilə də hamam otağımız. Kombi və hamam aksesuarları razılığı yolu ilə qoyula bilər. Sənəd həm evə, həm torpağı kupsa, start qiymətimiz 88.000 manat. Real alıcıya endirimimiz də olacaq, əziz izləyicilərimiz. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, bu günə bu qədər.